Salam. Allah'tan hər bir evə ruzi bərəkət arzu edirəm. Mən bugün badambura hazırlayıram. Badambura üçün mənə lazımdır un, 1 qaşıq droj, 1 çimdik duz, 1 qaşıq pesok drojumuzu həll eləmək üçün 1 yumurta, 1 vanil, xama, kərə yağ və süd. 1 qaşıq da sirkə. Badamburamızın içliyi üçün isə bizə lazımdır çəkilmiş badam, şəkər, 1 qaşıq da hil. Arasını yağlamaq üçün isə ərinmiş kərə yağı. Xəmirimizi yoğurmaq üçün ilk öncə biz drojumuzu hazır edirik. 1 qaşıq pesoka 1 çay qaşığı droj tökürük. Biraz süd. Xəmirimizə tuzu atırıq. 1 qaşıq sirkəni tökürük. Bir yumurtanı. İndi isə drojumuzu əlavə edirik. Qaymağımızı əlavə edirik. İndi isə yağımızı biraz əridib xəmirimizə tökürük. İndi isə əritdiyimiz yağı xəmirimizə əlavə edirik. Vanilimizi də əlavə edib xəmirimizi yoğururuq. Südü az-az əlavə eləmək lazımdır. Artıq xamırımız hazırdır. Xəmirimiz hazırdır. İndi isə kündələrimizi tuturuq. Mənim xəmirimdən 6 kündə çıxdı. Kündələrimizi bir 15 dəqiqə saxlayırıq. Kündələrimiz gələnə qədər biz içliyimizi hazırlayaq. Badamlarımızın üzərinə pesokumuzu əlavə edirik. Bir də hilimizi. Sonra yaxşı-yaxşı qarışdırırıq. Artıq bir 15 dəqiqə xamırımız dincəldi. İndi isə yaymağa başlayırıq. Yaydığımız xəmirləri əritdiyimiz yağla yağlayırıq. Bütün kündələrimizi yağlayır, bir-bir üzərinə yığırıq. İndi isə xəmirimizi rulet şəklində bükürük. İki barmaq enliyində kəsirik. Badamburalarımızın uç hissəsini gətirir içəri üzünə qoyuruq. Sonra isə nəziltməyə başlayırıq.
Badam buralarımızı büktük. İndi ise 150 dereceli tofkada 20-25 dakika pişiririk. Üzerlerini kızarmağa koymuruq. Badam buralarımız hazırdır, nuş olsun.